Salam dəyərli izləyicilər. Elektrik sahəsində belə bir suala baxaq. A nöqtəsində nöqtəvi yüklərin yaratdıqları elektrik sahəsinin yekun intensivliyinin istiqaməti bizdən soruşulur. Əvvəlcə intensivlik vektoru mənfi yüklərdə hansı istiqamətə yönəldiyinə baxmalıyıq. Mənfi yüklərdə bilirik ki, elektrik sahəsi intensivliyi məhz yükün özünə daxil olur. Buna nəzərən deyə bilərik ki, ikinci yükdə intensiv vektoru məhz 2-yə tərəf, birinci yükdə intensiv vektoru şəkildə görürük ki, 1-ə tərəf yönəlməlidir. İndi isə intensivlik üçün düstur yazar. Y bərabərdir konqrusun modulda Q0 bölünsün R kvadratı. Bu düsturdan görürük ki, elektrik sahəsi intensivliyi məsafənin kvadratı ilə tərs mütəməssilidir. Şəklə diqqət etsək, ikinci məsafə birinci məsafədən kiçik olduğuna görə demək ki, intensivlik 2 birdən daha böyük olacaq. Çünki az öncə dedik ki, tərs asılıdır. Hansı intensivlik böyüksə, istiqamət də məhz həmin istiqamətdə olacaq. İkinci intensivlik birincidən böyük olduğuna görə istiqamət 2-yə tərəf olacaq, yəni sağa yönəlmişdir. Doğru cavab B variantı. Sağ olun, növbəti videolarda görüşənədək.